Salam əziz YouTube. Ümid edirəm ki, bir-birimizi sevərik və bu vloqlarım davamlı olar. Serbiyaya gedirik və Azərbaycandan Serbiyaya birbaşa uçuşlar başlayıb. İlk dəfədir gedirəm, mənim üçün maraqlıdır. Gedək, bu arada Serbiya ilə aramızda viza rejimi yoxdur, yəni vizasız Avropaya gedirik. 3 saat 50 dəqiqəlik bir uçuşdan sonra biz çatdıq Nikola Tesla hava limanına. Bu arada yaxın bir ildir, ancaq Asiyaya uçuruq deyə. Çin 7 saat, axırıncı dəfə İndoneziya 16 saat. 3 saat yarım uçmaq adama çox rahat gəlir. Belə, gəlin ətrafı da sizə göstərim. Belə balaca və səliqəli bir aeroportları var. Bax belə, çık-çık. Bir saniyenin içərisində düzü Çin hava limanında, bir də Berlin hava limanında o qədər şoklar yaşamışam ki, bu qədər rahat olacağını gözləmirdim. Məni ilk təəccübləndirən şeyi sizə göstərim. 100 GB-ın 4 dollar. Çox ucuz. Gəldik, çatdıq otelimizə. Bu arada otelimiz çox gözəldir. Bu formada sizə göstərim. Adını da deyim, Metropol Palasdır. Hava limanından şəhər mərkəzinə elə də uzaq bir məsafə deyil. Taksi ilə gəldiyin zaman elə də çox ödəniş olmayacaq. Belə, indi biraz dincələk. Sabahdan etibarən də çıxaq Belqradı kəşf edək. Deməli, bilirsən, Serbiyanın qızları belə ən qəşəng qızlar olur da, modellər falan. Məntiqədir. Günaydın. Belqraddan salamlayıram sizi. Deməli, bir-iki şey danışacağım sizə. İlk öncə Serbiyaya gəldiyiniz zaman sanki Serbcə başa düşürsünüz kimi bir his yaşayacaqsınız. Sözlərin bəzi türklərə oxşuyur, türk sözlərinə oxşuyur, bəziləri isə rus sözlərinə oxşuyur. Bu təsadüf deyil. Deməli, 500 ildən çox indiki Serbiyanın ərazisi Osmanlıların nəzarəti altında olub ki, sözlərin bəzilərinin hələ də dildə qalmağı normaldır. Ona görə ümumi isə Serbiya dili rus dili qrupuna aiddir. Misal üçün, brat sözü, o gün eşitdim, brat sözü bunlarda da eynidir, dobro sözü bunlarda da eynidir. Türkçədən keçmək, misal üçün, qaymaq, indi qaymaqdır, börək, börəkdir. Hətta bəzi yeməklər belə türklərlə eynidir. Misal üçün, Osmanlıdan sonra bunlarda qəhvə sevgisi, börək sevgisi, hələ də yoğurt sevgisi hələ də qalır. Yoğurt demişkən, Belqrad yazdığınız zaman burada çox məşhur bir börəkçi var. Orada gedəcəyik, başlayaq. Təsdiqdən buran zibilli vaxtlar düşdüm. Gözəl şəhərdir, gözəl. Ya da oradan gözəl şəhərdir. Montenegro. Dən görək, rus dili kimi danışırlar. Danışan dili bilsən ki, başa düşsən, nəyəsə, heç nəyə başa düşmürsən. Nəysə, Serbiya qızları çox qəşəng olurmuş. Emil, çox qəşəng olurmuş Serbiyanın qızları. Sahibilər qismə. Əlindən tut. Bu nə? Mənim Diamond'um. Ayda, ayda. Bu necə bir kompliment idi. İlahi, o nə idi az? Hər şəhərin bir Targovu sentri var. Burada da Knyaz Mikhailov adlı küçə var. Oradır. Gəl bunları göstərim. Göy ilə qırmızı rəngi çox sevirlər bunlar. Nəcəb? Küçə musiqiçilərini çəkirəm, sonra bir qəpik belə vermirəm. Elə özüm pis eləm ki. Bu arada heç həqiqətən qəpiyimiz də yoxdur. Xodala bilməmişik pulu. Bu başa düşmədiyim mahnını sənə həsr edirəm.
Bu mahnını da sənə həsr edirəm. Bunu mən sənə həsr edirəm. Yox, mən sənə həsr edirəm. Sözlərini özün fikirləş. Bu mahnını o mənə... Neyse, buna da bir qəpik vermədən çəkdik. Bu arada acından ürəyim gedir. Klip var orada, klip. Xilip. Gəlin sizə bir şey göstərim. Baxın. Xilip sözündən götürüblər yəni. Xilipə gedək orada nə var? Bu... Nə dedin? Klip. Düz deyil. $100 9760 Serbiya dinarıdır. Bizim pulla desək 100 Serbiya dinarı 1 manat 60 qəpikdir. Acayı oynamaz deyirlər. Bir dənə oynayırıq bayaqda. Belqradda mütləq gəlməli olduğunuz ən birinci restoran Trisha Shiradır. Mənası 3 papaq deməkdir. Əvvəl bura logosu, öz rəmzi 3 papaq olan bir papaq şapka ustasının atelyesi olur. Daha sonra o dağılandan sonra burada restoran açırlar və 3 papaq qoyurlar adını. Bu arada İspan kralı, Demi Moore, Tina Turner, yəni buranın çox məşhur qonaqları olur. Zaten axşam burada yəni mümkün deyil yer tapmanız. Çox dadlıdır və əgər belə türklər demiş yerel bir Serbiya yeməyi dadmaq istəyirsə, bütün turistlər buradan başlayır yeməyə. Demək olar ki, Serbiya mətbəxi, yəni sırf ət yeməklərinin üzərində qurulub, yəni yoğunluq ət yeməyi üzərindədir. Mən burada adı ayvar, səhv eləmirəmsə, belə pomidordan düzəldilmiş bir sos kimidir, çörəyin üzərində yeyilir. Ondan sifariş elədim. Bunların çox məşhur börəkləri var. Xüsusilə ağzım sulandı. Börəkdən danışa-danışa ağzım sulandı. Deməli, sırf Serbiyaya aid olan özəl bir pendirdən hazırlanır bu börək. İyi də burnuma gəldi, çox acım. Onu sifariş elədim. Sən nə sifariş elədin? Şips sifariş eləyib. Belə. Bir qəpiksiz əyləncə. Sizin də bizi vecinə qoyub yanımıza gələndə olmadı. Məncə bizi bahalı görmədilər. Bildirlər ki, biz bu ara pul verəsi deyilik. Hansımız bu? Osmanlı'dan geldi de bu şey. Bax, denən sənə meydan lazımdır. Mikrofonumuz düşdü. Sən mənə bir dənə mikrofon borçdur. Kurbandı ama... Amma niyə belə oldu? Orada. Hanı? Yani orada da artık. Utansan. Biraz ha. Nəysə. Deməli, indi gəlmişik Kule Meydan. Deməli, yəqin ki, sözlərdən başa düşdük. Kule Meydan. Yəni, o qədər sözləri eynidir ki, türklərlə və ruslarla. Buranın ən önəmli stratejik mərkəzi odur ki, o vaxt deyirlərmiş ki, Belqradı idarə etmək istəyirsənsə, buranı zəbt eləməlisən birinci. Gəlin sizə bu gözəlliyi göstərim. Bu arada hamı mənzərə üçün gəlir bura. Bura Sava və Tuna çayının birləşdiyi nöqtədir. Buranı önəmli edən də məhz budur. Deməli, yanımızda bir dənə türk ailə var. Uşağına deyir ki, annem gəl deyir ki, burada sənin şəklini çəkək deyir. Lisədə deyir, sonra çox eşidəcəksən Tuna nehrini istəyir. Gedək, kuleyə də baxaq. Bu arxadakı heykəl azadlığın rəmzidir. Adı da bilsən nədir? Pabednik. Prosto lütdür. Viktor Lutovic. Lüt Pabednik. Nəysə, təzə ailə qurmuşam, nəysə, Emil, gəl. Bax, bu nə heykəldir bura gəlmişik? Lüt Viktor heykəli.
Yəni azadlığın simvolu deyib. Orada bəzi nüanslar var. Var, Amma açıqlamıyor sadəcə. Emil Meli Haaland. Zor deyə heç kim də gəlib pul zat istəmir. Bir dəqiqə içəri şəhərdə olsaydıq 5'lik havadaydı. Okay, no problem. It's for two shots. Gəlmişik ox atmağa. İçim çölüm tarix oldu ay Allah. Deməli 3 atış 200 dinardır, yəni 2 dollardır. Mən cəlb eləmək üçün bütün dəlilikləri eləyir, qoy görək. Emil, bu nə dəliliklərdir? Gah ox atsan, gah kaman atsan. Okay, so are you left or right-handed? Left-handed, okay. So Yeah. you're going to stand like this. No left, right. So stand. 1 minut. Gör indi qaqan nə edəcək? So just like this, Show me please. like this, and then you're gonna put your 2 fingers like here. 3 fingers. Allahım. Serbiyanın düzündə özümü necə biabır eləm izlə bakalım. Pull back. Ah, Emil gəl atmaq istəmirəm. Uşaqlıqdan böyle arzum oldu. Arzuya baxın. There we go. Bəli, vurub tutan ailəmiz qoy görək. İndi balta atırıq. Grip it. Just use this. There we go. Dəlidir daha dəli. Qoy görək. Okay. Biz də İtaliyada belə görünürük bir şey. Deyirlərmiş ki, bunlar niyə boyda yol gəlib burada çəkiliş elə. Çində doğulasan, Belgraddakı qalıya gələsən, toy çəkilişini burada eləyəsən. Tacını çəkib mimaqsarı tək eləyək. Gözəl gəlinimiz ölkənin hər yerində, dünyanın hər yerində. Üç arkamda özünü çəkəcək. Bura isə Belgradın ən şirin küçəsidir. Skadarlijadır küçənin adı. Ümid edirəm ki, düz dedim. Bohem tərz bir yerdir. Belə şirin-şirin kafelər. Əgər özünüzü həqiqətən belə Serbiya ab-havasında hiss etməyə, yerli yeməklərini yemək istəyirsinizsə, mütləq bu küçəni görməlisiniz. Bu arada bayaqlarım sizə göstərdiyim restoran, o Tri Şişilla, səhv eləmirəmsə, o restoran da buradadır. Paho! Bu günləri Old City tərəfə yox, New City tərəfə gəlmişik. Bu bölgənin adı Waterfrontdur. Bura gəldiyiniz zaman Bolt işləmir. Serbiyanın çox məşhur Pink taksisi var. O application-ı yükləməlisiniz. Application-dan da nəsə sifariş eləyə bilməniz üçün mütləq ki, buranın nömrəsini almalısınız. Yəni Waterfront necə bir yerdir? Montenegroya gedəndə Porto Montenegronu çəkmişdim, yadınızdadırsa. Bu da həmçinin Sava çayı sahilində yerləşir. Yəni qısaca desək Ağşəhər kimi. Varlı gəlsin, varlını tapsın. Bu məntiqlə və çox gözəl New City yaradıblar burada. Burada çox böyük bir mall var. Bu arada Avropanın ən böyük malllarından biridir. Galeri Mall. Gedək ona. Bir də qarşımda bir mənzərə var. Sizə oranı göstərmək istəyirəm. Düz demirəm. Nəyi düz deyirəm? Çox gözəl yerə gəlmiş. Ya deyirəm ki, səncə hökumət bu New City-ni niyə yaradıb? Varlı gəlsin, Şeylər. o bilsin, varlını tapsın. Hə, düz. Bu mall Avropalının zövqüdür. Ya bizimkilər tikib, ya ərəblər. Əvvələ xaricə gedəndə ancaq aksesuar yerlərinə girirdim ki, görüm neyniyirlər, nə qararlar. İndi uşaq mağazalarına da girirəm. Həvəsiniz olsa gəlin bura baxaq. Neçədir səncə? 29 dollar. Buna bax. Görək neçədir? 22 dollarca. İndi buna 22 dollar verəndən sonra uşaq məktəbi pis oxusa, bu yazıq ana uşağa əl qaldırmağa haqqı var yoxsa yox? Var yoxsa yox? Var, var. Var. Deməli, Ministor təzə açılanda
bundan qoymuşduq. Yəni inanın ki, uşaqların valideynin əlindən oradan bir 10 dənəsini sata bildik yoxsa yox. İçəri girən valideyn bunu götürürdü əlinə. Qırdılar. Heyecanlandım. Bu nəsə yoxşamır ha, bu nəsə bazburtlu şeydir. Görən nə qarır? Uşağı özümü dünyaya gətirin. Dən qiymətinə baxaq. Bax. Cəmaatın uşaqları hoqqa verir. Balidəki o dəli şeirim yadıma düşdü, bu ürəyi gördüm. Səni. Deməli, bura gələndə mütləq görməli olmalısınızların siyahısında 360 restoranı var, bayaq da qeyd etmişdim. Onun girişini gələndə çox ehtimal ki, tapa bilməyəcəksiniz. Galeri Mall'un içindən qalxırsınız 2-ci mərtəbəyə. A lobby, giriş 1, orada onun biletlərini satırlar. Giriş biletləri başlayır 8-12 dollar arası. İndi kampaniya var, bilmirəm siz gələnə qiymətlər necə olacaq. İçəridə isə bir çıqqılı hər şey bahadır. Yəni içkilər məsəl üçün 6-8 dollardan başlayır, yemək desəz 20 dollardan başlayır. Gedə çayımızı içək, mənzərəyə baxaq deyirəm. Nə deyirsən? Gənc alək. Gedə görə nə var orada? Kimin elə pamadasına yaraşır. Okay. Yeah, 2 nəfərə neçə verdik? 1000 dinar. Nəhayət ki, gəldik çatdıq. Bu arada 41-ci mərtəbədəyik. Liftdə yuxarı qalxanda adam qulaqları tutulur. Ha, yox, buradadır. Yeni bir gündən sizi salamlayıram. Sizə bir məlumat verəcəm. Əsəb sisteminiz cız eləyəcək. Deməli, 2025-ci ildən etibarən Serbiyada ictimai nəqliyyat ödənişsizdir. Avropanın ən böyük ortodoks kilsələrindən biri Azizavadayam. Heç kəsi narahat etmədən bəzi qısa məlumatlar verim. Osmanlı-Avstriya döyüşləri zamanı Serbiya xalqının savaş simvolu, dini savaş simvoluna çevrilir, liderlik rəmzi olur. Azizava. İllər sonra artıq Osmanlı qələbə qazanandan sonra Sinan Paşa bir növ Serbiyalıların dini simvollarını yox etmək və xalqa gözdağı vermək üçün Azizavanın meyidini yandırır və bu təpəyə səpir. İllər sonra isə Ortodoks kilsəsi burada inşa olunur. Bu arada 112 ilə tikilib, belə məlumatlar var və adını Aziz Sava Ortodoks kilsəsi qoyurlar. Bu çox gözəldir, inanılmaz dərəcədə gözəldir. Bugün çox gözəl bir gün keçirdəcəyik. Boyan bəy çox sağ olsun. Bizi belə gözəl bir yerə gətirib, indi çox fərqli bir təcrübə yaşayacağıq. Bu arada türkçəsi inanılmaz dərəcədə yaxşıdır. Yok, basabilirsin sorun. Cam kağıt. Belgrad özelliği hani şey Məndən soruşsanız bu aktivitəni ən birinci sıraya qoymalısınız. Sava çayı boyunca bu gözəllikləri izləmək. Sağ tərəfində üzən evlər, sol tərəfində gözəl təbiət. Çox qəşəng təcrübə oldu mənim üçün. Bu arxada gördüyünüz üzən evlərdir. Mən üzən evləri Amsterdamda görmüşəm, ancaq çox azdır. Ancaq burada, bu arada bu Sava çayıdır. Sava çayı boyunca üzən evlər var və çay deyil, biz çay diyoruz. Gəlib bunları da kirayələyib, burada da qala bilərsiniz. ha bayağı var yani işte. Ben öyle yapıyorum.